Salam əziz şagirdlər, mən riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə nisbət, tənasüb, faiz mövzusu haqqında video izah çəkəcəm. Dərsə keçməzdən əvvəl onlayn dərslərdə iştirak etmək üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərsi hər zamanki kimi müəyyən başlıqlara ayırmışam və həmin başlıqlardan siz də dərsin ardıcıllığını izləyə bilərsiniz. Video biraz uzun çəkə bilər. Başlayaq izaha. Birinci nisbətlə başlayacağım. Deməli, əvvəlcə bilməliyik ki, nə qədər, neçə vahid ifadələri biz gördükdə uşaqlar. Bunları müqayisə edərkən fərq tapılır. Məsələn, deyərəm ki, qutuda 15 dənə dəftər olsun. 15 dəftər. Və deyərəm ki, 8 dənə də kitab olsun. 8 kitab. Burada desəm ki, kitabların sayı dəftərlərin sayından neçə vahid və ya nə qədər azdır? Neynəyəcəyik? 15-dən 8-i çıxacaq. Olacaq 7. Bu deməkdir ki, vahiddir, qədərdir, bu tip sözləri görəndə çıxməməli yerinə yetiriləcək. Bundan əlavə, deyə bilərik ki, neçə dəfə, məsələn, eyni məsələdə deyə bilərəm ki, dəftər kitabdan neçə dəfə çoxdur, artıq dəfə sözü daxil eləmişəm. Dəfə sözü olanda isə uşaqlar, bunları müqayisə edərkən bölməməlindən istifadə edəcəyik. Yəni 15-i 8-ə böləcəyik. 1 tam olacaq 8-də 7. Bunu da istəsəz sürəti məxrəcə bölməyini onluq kəsrədə gətirə bilərik. 1,8-də 7 dəfə, məsələn, deyərik ki, dəftər kitabdan çoxdur və ya kitab dəftərdən azdır. Bir də var ki, deyərik ki, kitab, məsəl üçün, dəftərin hansı hissəsidir? Yenə bölmə prosesi olacaq. Kitab dəftərin hansı hissəsidir desəm, sürətə 8-i, məxrəcə isə 15-i. Deyəcəyik ki, kitab dəftərin 15-dən 8 hissəsidir. Deməli, nisbət nədir? A və B kəmiyyətlərinin bölünməsindən alınan qismətə nisbət deyilir. Uşaqlar, bunların hamısının PDF-i, yəni əlyazma formasında da var. Sadəcə video izah da çəkirəm ki, ağlınızdakı PDF oxuyanda suallara video izah dəstək olsun. Deyirəm ki, A və B kəmiyyətlərinin, baxın, A və B, 2 dənə kəmiyyət götürürəm. A və B kəmiyyətlərinin bölünməsindən alınan qismətə biz deyirik nisbət. Bu A böl B bu formada da göstərilə bilər və kəsr formasında da A böl B, yəni bu formada da B də A kəsri kimi də göstərilə bilər. Burada A da fərqlidir, 0 olmalıdır. B də fərqlidir, 0 olmalıdır. A'ya biz nisbətin birinci həddi və ya əvvəlki həddi deyirik. B-yə isə nisbətin ikinci həddi və ya deməli, sonrakı həddi də deyirik. Uşaqlar, 2 ədədin nisbəti bir ədədin digərindən neçə dəfə böyük və ya neçə dəfə kiçik olduğunu və ya bir ədəd digərinin hansı hissəsini təşkil etdiyini göstərir. Hansı ki, bunu da bayaq o kitab dəftər izahatında dedim. Bir də ki, nisbətdəki kəmiyyətlər həmişə eyni ölçü vahidində olmalıdır. Məsələn, deyərəm ki, 5 santimetr bölünsün 7 desimetr. Uşaqlar, burada bir ölçü vahidimiz santimetrdir, digər ölçü vahidimiz isə desimetrdir. Bunu siz götürüb 7-də 5 nisbəti kimi yaza bilməzsiniz. Çünki biri santimetrləndir, biri desimetrləndir. Hökmən onu eyni ölçü vahidinə, ya ikisi də santimetrə gətirilməlidir, ya da ikisi də desimetrə gətirilməlidir. Mən ikisini də santimetrə gətirərəm. 5 santimetr olduğu kimi qalacaq. 7 desimetrdə santimetrə çevirəndə, deməli, böyükdən biz demişik
Desimetr böyük ölçü vahididir santimetrdən. Santimetrə keçəndə ona vuracaq, olacaq 70 santimetr. Və ya bunu kəsir kimi də yazsaq, 70-də 5, həmçinin ixtisar gedər 14-də 1 kimi də və ya 1/14 kimi də uşaqlar göstərilə deməli bilər. Daha sonra deməli belə bir şey sizə göstərmək istəyirəm ki, A bölünsün B. A bölünsün B bir nisbət vermişəm. Bu nisbətdən alınan nəticə, birdən böyükdürsə, təbii ki, burada A da böyük 0 olmalıdır, B də böyük 0 olmalıdır. Bu nəticə, yəni A bölək B nisbəti birdən böyükdürsə, onda mən bu nisbətə bir K-ya bərabər eləsəm, yəni bu nisbət burada K birdən böyükdürsə, biz deyəcəyik ki, A ədədi B-dən uşaqlar K dəfə böyükdür. Baxın, bu nisbəti bir K-ya bərabər elədim və bu K birdən böyükdürsə, biz deyirik ki, A ədədi B-dən K dəfə böyükdür. Nə deməkdir bu? Məsələn, A-ya deyərəm ki, 6, B-yə də deyərəm 2. 6-nı 2-yə bölərəm, nəticə elədi 3. Baxın, bu 3 birdən böyükdürmü? Bəli, biz dedik ki, birdən böyükdürsə, deyəcəyik ki, A ədədi B-dən, deməli, K dəfə böyükdür. Yəni, 6 ədədi 2 ədədindən uşaqlar 3 dəfə böyükdür. Bu birinci halımız. İkinci halda isə yenə A böl B nisbəti götürərəm. Bunu bir K-ya bərabər deyərəm. Bu səfər deyərəm ki, A bərabərdir B. A bərabərdir B. A B-yə bərabər olanda aydın məsələdir ki, onda K da nə olacaq? 1-ə bərabər olacaq. 1-ə bərabər olacaq. Deməli, məsəl üçün, deyərəm ki, 5, A-ya da 5 deyərəm, B-yə də 5 deyərəm. Uşaqlar, 5 bölünsün 5 nisbəti nəticə 1-dirsə, deyəcəksən ki, A bərabərdir B olacaq. Bir də üçüncü hal kimi göstərərəm ki, üçüncü halda yenə A böl B nisbətini bir K-ya bərabər deyərəm. Və burada deyərəm ki, K kiçikdir. Əgər 1 alınarsa, onda deyəcəksən ki, A ədədi B-dən K-da bir dəfə, yəni 1 bölünsün K dəfə kiçikdir. Və ya A ədədi B-nin K hissəsini təşkil edir. Məsələn, A-nı götürərəm 3, B-ni də götürərəm 6. Bunu yazaram ki, A böl B-də surətə 3 qoyaram, məxrəcə də 6. İxtisar da gedər 2-də 1. Deyəcəksən ki, A ədədi B-nin 2-də 1 hissəsini təşkil edir. Bu, nisbət haqqında danışacaqlarım idi. İndi isə gəlirəm deməli, tənasübdən danışmaq. Nədir tənasüb? Tənasüb iki nisbətin bərabərliyinə deyilir. Baxın, bir dənə yazaram ki, 6 bölünsün 3. Deməli, burada nəticə 2 eləyir. Bir dənə də yazaram ki, 18 bölünsün 9. Burada da nəticə 2 eləyir. Baxın, 2 dənə ayrı-ayrı nisbət götürmüşəm. Bir 6-ın 3-ədir, bir 18-in 9-adır. Hər ikisində nəticəni eyni almışam. Və bu iki nisbətin biz bərabərliyinə deyirik ki, tənasüb. İki nisbətin bərabərliyidir. Bunu hərflərlə göstərsəm, A-nın B-yə nisbəti bərabərdir C-nin D-yə nisbəti. Uşaqlar, burada B ilə C-yə biz yazıram kənardan, deyirik tənasübün orta hədləri, orta hədd. A ilə D-yə isə biz deyirik tənasübün kənar hədləri. Kənar hədləri deyirik. Tənasübün kənar hədlərinin uşaqlar hasili orta hədlərin hasilinə bərabər olur. Və buna biz deyirik tənasübün əsas xassəsi. Tənasübün kənar hədləri A ilə D-dir. Dedim ki, kənarların hasili ortalarda B ilə C idi. Bərabər olur B ilə C-nin hasilinə. Buna biz deyirik tənasübün əsas xassəsi. Nə deməkdir bu? Bir dənəsini elə baxın, burada nümunə göstərmişdim. 6 bölünsün 3, 18 bölünsün 9.
Götürərəm o kənardakıları, altını 9-a vuraram. 3'ü də 18'ə vuraram. Ortadayları da bir-birinə vurdum. Hər ikisində nəticə nə elədi? 54. Yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir deyəcəyik. Daha sonra tənasübdə deməli bir dənə tənasübün tənliyinə aid bir sual vermək istəyirəm. Yəni sual izahı nümunə olsun ki, bir dənə 10 bölünsün x bərabərdir 4 bölünsün 5'dir tənasübündən x-i tapın. Qısaca tənliyi həll edin. Qaydamız nə idi? Kənarları bir-birinə vuranda bərabər olur nəyə? X-in 4'ə hasilinə. Buradan 4x bərabərdir 10'u 5'ə vuranda eləyir 50. Hər tərəfi də 4'ə bölsək olacaq x bərabərdir 4'də 50. O da ixtisar gedər 2'də 25. İstəsəz qarışıq ədədə də çevirə bilərsiniz. Davam edirəm. Bu tənasübü biz A bölünsün B bərabərdir C bölünsün D-ni yazdıq. Bunu belə də kəsrlə də göstərə bilərik ki, A böl B, buradan da C bölünsün D formada göstərə bilərik. Və yenə də burada A-nın D tənasübün kənar hədləri idi, hansı ki A, D buradadır. Bunların hasili çarpaz formada bərabər olacaq B ilə C-nin hasilinə. Buradan göstərirəm, yəni çarpaz formada baxın A-nı D-yə vuracaqsınız, sonra B-ni də C-yə vuracaqsınız. Burada bərabər olacaq. Deməli, B vurulsun C-yə. Bu formada da göstərə bilərsiniz. Daha sonra tənasübə aid bəzi deməli doğruluqlar var. Onları sizə göstərim. Baxın, burada bunları biraz silim. A böl B C bölünsün D yazmışam. Məxrəclə surətin eyni vaxtda yerini dəyişə bilərik. Yenə doğru bərabərliyi alınacaq. B bölə A bərabərdir. Buradan da D bölünsün C. Nə deməkdir bu? Məsəl üçün yazaram ki 2 bölünsün 4. Bu da bərabərdir 1 bölünsün 2. Bu bir tənasübdür. Yəni 2'ni baxın çarpaz vuranda 2 2'yə vuranda 4 edir, 4 də 1'ə vuranda 4 edir. Bunun surətləri ilə məxrəclərin yerini dəyişdirə bilərəm. Yəni 4 bölünsün 2, buradan da 2 bölünsün 1. Yenə deməli eyni bərabərlik ödənir. Daha sonra baxın uşaqlar, burada yenə buradan yazıram A böl B bərabərdir C deməli bölünsün D-ni yazdım. Burada göstərirəm A ilə D-nin eyni anda yerini dəyişə bilərik. Necə olacaq? Deməli D çıxacaq yuxarı, məxrəc olduğu kimi qalacaq. Burada da sürət olduğu kimi qalacaq. A düşəcək aşağı. Baxın A-nın D-nin yerini çarpaz dəyişdirdim. Yenə tənasüb alınacaq. Çarpaz vursaz görəsiniz ki BC bərabərdir AD. O da nədən irəli gəlir? Vuruqlardır da. Bunlar vuruqların yerini dəyişəndə hasil dəyişməyəcək. Eyni alınacaq. Eyni qaydanı bunun üçün də yazıram ki A bölünsün B bərabərdir C bölünsün D yazıram. Yəni belə də dəyişim edə bilərik. Yenə A sürətdə qalacaq, C bura düşəcək, B bura qalxacaq, D bura düşəcək. Baxın, C ilə B-nin yerini dəyişdim. Yenə doğru bərabərlik, yəni alınacaq. Daha sonra belə bu formada da görə bilərik biz tənasübləri. A bərabərdir BC bölünsün D, sonra B bərabərdir AD bölünsün C, daha sonra C bərabərdir AD bölünsün B, həmçinin D bərabərdir BC bölünsün A formada da göstərə bilərik. Yenə bu altında bir kimi göstərim, lap açıq olsun. C-ni B-yə vuranda yenə CB bərabər olur, AD hasili ödənir. Yəni hər bir halda ödənəcək. Misal üzərində göstərsəm, məsələn 27 bərabərdir 18 vurulsun 3. Məxrəci də 2 qoyuram. Baxın, 27-ni 2'yə vuranda 54 eləyir, 18-də 3'ə vuranda yenə 54 eləyir. Yəni bərabərlik deməli ödənir. Daha sonra belə də yazmaq olar ki, A-nın B-yə nisbəti bölünsün C bölünsün D bərabər olacaq uşaqlar. A-nın B-yə nisbəti vurulsun C-də D. Bu da niyə? Kəsrə böləndə, yəni ədədi kəsrə böləndə nə edirdi? Birinci olduğu kimi qalırdı. Bu ikincinin sürətlə məxrəcinin yeri dəyişirdi. Yəni doğru, yəni bərabərlik alınır. Həmçinin A-nı sürətdə bir B-yə bölsəm, C-ni də bir D-yə bölsəm, bu bərabər olacaq A vurulsun D, aşağıda da olacaq C vurulsun B. Yəni bu bərabərlik də deməli doğrudur.
Sonra tənasüb üçün ümumi formada bu qaydada keçərlidir. Baxın, burada yazaram A1 bölünsün B1 bərabərdir A2 bölünsün B2 bərabərdir. Məsəl üçün A3 olsun B3 bərabər qoyub nöqtə AM bölünsün BN. Uşaqlar, burada bu bərabərlik həm də bərabər olur. Surətlərin cəmin surətdə yazıram. A3 nöqtə AN, aşağıda da B1 üstə B2 üstə B3, deməli, üstə gələk nöqtə üstə gələk BN. Yəni, bu bərabərlik də deməli, doğrudur. Sonra buna aid bir dənə misal versəm, məsəl üçün deyərik ki, A bölünsün B bərabərdir. M bölünsün N bərabərdir. Bir dənə də olsun, məsəl üçün, F bölünsün T. Belə bir deməli, tənasübləri göstərirəm. O da bərabər deyirəm, bir 3-2. Olarsa, mən sual verir ki, K plus M, K nə idi? A plus M özümdə hər deyirəm, plus F, məxrəcdə də B plus M plus T vurulsun 2-də 3, deməli, ifadəsinin qiymətini tapın. Baxın, bunu deyir tapın. Yəni, deyir, yuxarıdakı bərabərlik ödənərsə, aşağıdakı ifadənin qiymətini tapın. Qaydamız nə idi? Bu surətlərin cəmi, deməli, elə 2-yə bərabər olacaq. Yəni, A plus M plus F, mənim üçün, buradan da aşağıdan yazıram, B plus M plus T bərabərdir elə 3-2-ni verəcək uşaqlar. Burada, məndən bu ifadənin qiymətini soruşmur. Bu ifadənin qiymətini tapdım da 3-2. Gətirib yerinə qoysam, olacaq 3-2 vurulsun 2-də 3. Bunlar da ixtisar gedəcək, qalacaq 1. Deməli, ifadəmizin yekun qiyməti 1-ə bərabər olacaq. Daha sonra başqa bir misal da vermək istəyirəm. Deməli, ola bilər ki, sualda soruşar. C bərabərdir. Məsəl üçün deyir ki, 5 bölünsün B ifadəsi verilib. Mənə deyir ki, A da böyükdür 0-dır, B də böyükdür 0-dır. Yəni, müsbət ədədlərdir. İndi deyir ki, A-nı 4 dəfə artırsam, A-nı 4 dəfə artırsam, sonra B-ni 3 dəfə, B-ni 3 dəfə azaltsam, deyər ki, C necə dəyişər? C bərabərdir sual. Nağarram. Bu ifadəm C bərabərdir 5A bölünsün B formasında mənə vermişdi. İndi deyir ki, A-nı 4 dəfə artıraq. Olacaq təzə ifadəm nə? C1 qoyum da buna təzə ifadədir. 5A-nın olduğu kimi yazıram. Bunu 4 dəfə artırıram. Sonra nədir? Deyir ki, B-ni də 3 dəfə azaldıram. B onsuz da buradaydı. Bunu da 3 dəfə azaldığında nə edir uşaqlar? Məxrəcə 3 düşür. Yəni 3 dəfə azaldıram. Bunu formaya salsam, bu 3, elə bil belə oldu da 5A vur 4 bölünsün 3-də B. Baxın, bu ümumi kəsir xəttin bölmə əvəzi göstərdim. O da bərabərdir nəyə? 5A vurulsun 4 vurulsun B-də 3 yerlər dəyişdi. Yeni ifadəm nə oldu? 5 dəfə 10, 5-i 4-ə 60, deməli 5-i 4-ə 20, 20-i 3-ə 60. 60A, məxrəcdə də B. Bayaqki ifadəm C bərabərdir 5A böl B idi. İndiki ifadəm C1-im də nə oldu? 60A bölünsün B. Neçə dəfə ifadəm artdı? C1-i bölərəm C-yə, görərəm neçə dəfə artdı. 60-ı 5-ə böləndə 12 dəfə deməli artıb. 12 dəfə artım olubdu. Belə. Bu da tənasüb haqqında sizə danışmaq istədiyim ümumi qaydalar və nümunələr. Gəlirəm düz mütənasibliyə. Nədir düz mütənasiblik uşaqlar? Bir cəmiyyət bir neçə dəfə artdıqda, digər kəmiyyətdə eyni dəfə artırsa və ya bir kəmiyyət bir neçə dəfə azaldıqda, digər kəmiyyətdə eyni dəfə azalırsa, belə aslılığa deyirik düz mütənasib aslılıq. Düz mütənasib kəmiyyətlərdə uşaqlar, uyğun kəmiyyətlərin nisbəti sabit qalır və Y bərabərdir, ümumi hal olaraq Kx göstərilir. Y bərabərdir, Kx göstərilir. Burada K bizim mütənasiblik əmsalıdır.
mütənasiblik əmsalımızdır. Əmsalı. Y və X isə bizim uyğun kəmiyyətlərdir. Uyğun kəmiyyətlər. Mənə deyir ki, qayda. Düz mütənasib kəmiyyətlərdə uyğun kəmiyyətlərin nisbəti, yəni Y-in X-a nisbəti sabit qalır. Yəni mütənasiblik əmsalı K-ya bərabər olur uşaqlar. Buradan qrafikindən də göstərsək, bu bizim X oxumuzdur, bu bizim Y oxumuzdur və düz mütənasibliyin qrafiki deməli düz xəttir. Y bərabərdir K X funksiyasının qrafikidir. Y ilə X uşaqlar düz aslı olur. Biri artanda mütləq digəri də artır. Biri azalanda mütləq digəri də azalır. Bunu ümumi halda da göstərsəm ki, biz dedik axı uyğun kəmiyyətlərin nisbəti bərabər olur. Məsələn, baxın 4-ün 2-yə nisbəti, 16-nın 8-ə nisbəti, 24-ün 12-yə nisbəti. Uşaqlar, hamısının nisbəti nəyə bərabər olur? 2-yə. Bax, həmin bu 2 var ha, bizim K-mızda mütənasiblik əmsalımızdır. Sonra bizə deyəcək ki, ədədin verilmiş ədədlərlə düz mütənasib hissələrə bölünməsi. Uşaqlar, ədədi verilmiş ədədlərlə mütənasib hissələrə bölmək üçün onu verilmiş ədədlərin cəminə bölüb nəticəni ayrı-ayrılıqda onların hər birinə vurmaq lazımdır. Bu qaydanı misal üzərində sizə daha rahat formada izah edirəm. Misalda deyəcək ki, bizə məsələn 180 ədədi deyəcək ki, 2, 3 və 4 ədədləri ilə bunu belə də göstərə bilər. 2 bölü 3 böldür. Yəni, bu formada da göstərə bilər. Deyəcək, bu ədədlərlə düz mütənasib hissələrə bölünüb. Məsələn, digər ədədlərdən böyüyü tapın. Böyük olanı tapın. Necə eləyəcəyik? Tap. Dedik ki, baxın, ən rahat yolundan göstərirəm. Hər birinin yanına X deməyək də K deyə K mütənasibliyini daxil edirəm. 2K plus 3K plus 4K bərabər olacaq 180-a. Buradan 9K eləyəcək 180, K da edəcək 20. Mən K-nı 20 tapmışam. Deyir ki, 180 ədədi 2, 3 və 4 ədədləri ilə düz mütənasib hissələrə bölünüb. Yəni, 180 ədədi 3 dənə yerə bölünüb. 2, 3, 4 ədədləri ilə. Olacaq mənim birinci ədədim 2K, ikinci ədədim olsun 3K, üçüncü ədədim də olacaq 4K. K-nı da 20 tapdım axı. Onda 2 vuraq 20 mənim olacaq birinci ədədim. 3 vurulsun 20 mənim olacaq ikinci ədədim. 4 vurulsun 20 də mənim olacaq üçüncü ədədim. Məndən nə istəmişdi? Böyük olanı tap. Böyüyüm də 80-dir. Deməli, 180 ədədi 2, 3 və 4 ədədləri ilə düz mütənasib hissələrə bölünəndə bu formada, yəni 40, 60 və 80 ədədləri ilə bölünmüş olacaq. Belə. Sonra başqa bir misal da göstəreyim. Deyər ki, məsəl üçün A bölünsün, məsəl üçün 2. Sonra 3-də B, həmçinin 5-də C. Belə bir deməli bərabərlik verib. Deyəcək ki, A plus B plus C cəmi 30-a bərabərdir. A, B, C hasilini tapın. Uşaqlar, nə qayıram? Bu tip misallarda ümumi olaraq hər zaman çalışın belə edin. Bu bərabərlik götürün bir dənə K-ya bərabər deyin. Mütənasibliyi əmsalına bərabər deyin. Olsun onda A bərabərdir tapsam. Belə də bu nisbətlərin hər biri K-ya bərabərdirsə, ayrı-ayrılıqda bunu belə göstərirəm də. A bölü 2 də K-ya bərabərdir, B bölü 3 də K-ya bərabərdir, C bölünsün 5 də K-ya bərabərdir. Onda mənim A-m olacaq 2K, B-m olacaq 3K, C də olacaq 5K. Mən artıq bunları deməli, K ilə hər birini eyni hərflə göstərə bildim. Gətirirəm, baxın, bu ifadədə yerinə qoyuram. A-nın yerinə 2K, B-nin yerinə 3K, C-nin də yerinə 5K
Qoydum, bərabərlədim 30-a. Buradan 10k eləyəcək 30, k da eləyəcək 3. K 3-dürsə, onda birinci ədədim olacaq 2 vuraq 3, 6, A, yəni 6 eləyəcək. İkinci ədədim 3 vuraq 3, 9. Üçüncü ədədim isə 5 vuraq 3, 15. Məndən nə istəyirdi? A vur B vur C hasilini tap. Yəni 6 vur 9 vur 15 hasilini deməli deyəcəkdir tap. Nə edir? 6-nı deməli 9-a vuranda 9-dan 6 54, 54-ü də 15-ə vuranda 810 edir. Cavab eləyəcək 810. Bu düz mütənasiblik haqqında ümumi qaydalar. Hər biri PDF-də də yazılı formada var uşaqlar. Yerdə qalan sualları da dərs içərisində, yəni toplunun və sair digər kitabların suallarında dərs içərisində, yəni izahları olur. Keçək tərs mütənasibliyə. Tərs mütənasiblik. Tərs mütənasiblik nədir? Deməli, aslı kəmiyyətlərdən uşaqlar biri bir neçə dəfə artır, digəri də eyni dəfə azalır. Və ya biri bir neçə dəfə azalır, digəri də eyni dəfə artırsa, bu aslılıq tərs mütənasiblikdir. Uşaqlar, tərs mütənasiblikdə isə uyğun kəmiyyətlərin hasili sabitdir. Bayaqlarım uyğun kəmiyyətlərin nisbəti sabit idi uşaqlar. Burada isə uyğun kəmiyyətlərin hasili sabit olacaq. Tərs mütənasibliyin düsturu y bərabərdir k bölünsün x-da. Buradan da k-nı tapsam nə olurdu? Y-in x-a nisbəti. Baxın, y ilə x uyğun kəmiyyətlərdir. Hasili sabitdir. K da bizim mütənasiblik əmsalımız, yəni sabitimizi göstərəcək. Qrafik isə yenə x oxu, y oxu, qrafik isə budur. Y bərabərdir, deməli k bölünsün x funksiyasının qrafikidir. Daha sonra burada x ilə y uşaqlar tərs aslı olur. Yəni biri artanda digəri azalır. Biri azalanda isə digəri artır. Buna aid də bir nümunə ümumi qaydada göstərsəm ki, x, y hasili. Məsələn, baxın 5-i 4-ə vuraram. 10-u 2-yə vuraram. 20-ni 1-ə vuraram. Hər birində və ya 42-də 1-ə vuraram. Yəni kəsr formada da olar. Nə fərq olsun? Əsas o da hasil sabit olsun. Hər birinin hasili nəyə bərabərdir uşaqlar? 20-yə. 20 də bizim k-mızız deməkdir. Yəni mütənasiblik əmsalımız onların hasilidir və 20-yə bərabərdir bu nümunə üçün. Ədədin verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölünməsi. Bayaq düz mütənasiblikdən danışmışdıq, indi tərs. Ədədi verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölmək uşaqlar, bölmək üçün. Bu ədədi verilmiş həmin o hissələrin tərsi ilə düz mütənasib hissələrə bölmək olar. İndi bu dediyimi misal üzərində göstərim. Məsələn, nə deməkdir bu qayda? Bir dənə deyirəm ki, 124 ədədi, 124 ədədi. Deyirəm ki, 2, 3, 5 ədədləri ilə tərs mütənasib hissələrə bölünüb. Baxın, tərs mütənasib hissələrə bölünüb. Qayda bizə nə deyir? Bu hissələrin verilən ədəd bu hissələrin tərsi ilə düz mütənasib olacaq. Bu ədədlərin tərsi nədir? 2-nin tərsi 2-də 1, 3-ün tərsi 3-də 1, 5-in də tərsi 5-də 1. Bayaqçı qaydanı tətbiq edirəm. Hər birinə mütənasiblik əmsalımı daxil edirəm. 2-də 1 k, üstə gələ 3-də 1 k, üstə gəlinsin 5-də 1 k. Bu cəm 124-də bərabərdir. Bu tənliyi də necə həll edirik? Ortaq məxrəcə gətirməklə 2, 3, 5 ortaq məxrəc 30-dur. Onda birincini 15-ə, ikincini deməli 10-a, üçüncüsünü isə 6-ya vururuq. Olacaq nə? 15-də, 30-da deməli 15k, üzərinə gələm 30-da 10k, üzərinə gələm 30-da 6k. Bərabər olacaq 124-də. Bir kəsirdə yazsam olacaq 30-da 15
K, üzərinə gələm 10K, üzərinə gələ 6K, mənim üçün verəcək 124'ü. Buradan da bu cəm eləyəcək 15 ilə 10, 25, o da 6, 31K yuxarıdadır. Məxrəcdə 30 bərabər olar 124'ə. Buradan da çarpaz vursam, bunun altına 1 qoyuram ki, çarpaz vurmağı daha rahat biləsiniz. 31K 1'ə vurulur. Deməli 130 da 124'ə vurulur. 31K bərabərdir. Deməli, bunu elə birbaşa hər tərəfi 31'ə bölsəm K nəyə bərabər olar? K bərabər olacaq 120 edər. Hər tərəfi 31'ə böləndə, yəni 124 31'ə böləndə 4 dəfə düşür, 30'da 4'ə vuranda 120. K 120'də. Mən K-nı 120 tapmışam uşaqlar. Gətirirəm, mənim birinci onda ədədim olmuşdu 2'də 1K, ikinci ədədim olmuşdu 3'də 1K, üçüncü ədədim də olmuşdu 5'də 1K. Hər birində K-nı yerinə qoysam, 2'də 1 vuraq 120. Olacaq birinci ədəd 60, 3'də 1 vurulsun 120. Olacaq ikinci ədədim 40 və 5'də 1 vurulsun 120. Deməli 5'də 1'i 120'ye vuranda nə eləyər? 24 düşər də 24. Hə uşaqlar, deməli həmin ədəd əslində 60, 40, 24 ilə tərs mütənasib hissələrə bölünmüşdür. Yaxşı. Yəni həmin ədədlər 60, 40 və 24 imiş. Başqa bir sual versəm, deyirəm ki, bu tərslə düzün belə deyim də əlaqəsi kimi görünsüz bunu. Deyirəm ki, məsələn 63 ədədi 3 ilə düz 2 ilə tərs mütənasib hissələrə bölünüb. Bu ədədləri tapın. Düz dediyimə nə daxil edirəm? 3K. Tərs dediyimi nə inirdim? 2'də 1 kimi yazırdım. Yəni ədədin tərsini götürdüm, yanına K qoyurdum. Qaydamız artıq eynidir. 3K plus 2'də 1K bərabər də olacaq 63. Ortaq məxrəcdə 2'dir. Olacaq 2'də 6K plus K bərabərdir 63. Buradan 7K bərabərdir. Çarpaz vursam 63'də 2'yə vururam. K edər 18. K-nı 18 tapdım. Onda birinci ədədim 3K idisə 3'ü 18'ə vururam. 54. İkinci ədədimdə 2'də 1 vuraq 18. Yəni 2'də 1 K idi ikinci ədədim. Lap belə göstərim. 2'də 1'i 18'ə vururam. O da eləcək 9. Belə. İndi isə öz mütənasibliklə, tərs mütənasibliklə bağlı məsələlər olur. Necə həll olunur bu məsələlər? Ümumiyyətlə yadınızda saxlayın. Şərt verəcək. Məsələn, saat saatın altında yazılar, iş işin altında yazılar uşaqlar, işçi işçinin altında yazılar. Yəni bunu belə deyim də hər zaman bir-birinin altından yazacaqsınız. Nümunədə də izah edəcəm. Düz mütənasiblikdə uyğun kəmiyyətlər. İstir tərs olsun, istir düz olsun, fərqi yoxdur. İndi düz üçün danışıram. Düz mütənasiblikdə uyğun kəmiyyətlər alt-alta eyni sırada yazılır uşaqlar. Sonra isə tənasübə həll edərkən çarpaz vuracağıq. Yəni, məsəl üçün, A ilə B eyni kəmiyyət olsun. Məsələn, göstərsin saatı. C ilə də D məsafəni göstərsin, yolu. Bilirikdə yolla zaman, yolla sürət düz asılı olacaq. Çünki belə deyim də, belə məntiqlə fikirləşək ki, nə qədər çox yol getsək, o qədər çox zamanımız gedər. Nə qədər çox yol getsək, o qədər də çox sürətimiz olar. Yəni sürət artır da, yol getdikcə sürət də çoxalır. Yəni bunlar düz asılıdır. İndi gəlirəm məsələyə. Deməli, saat məsafəni göstərdik. Çarpaz olaraq da nətər vurulur? A D-yə vurulacaq uşaqlar, B də C-yə vurulacaq. Buna aid bir misal göstərəm, yəni məsələ olsun. Deyirəm ki, 5 saata 15 iş görən usta, 15-dən iş görür 5 saata, eyni məhsuldarlıqla işləsə, 9 saata neçə iş görər? Neçə iş görər? Uşaqlar, mənim nələrim var əlimdə? Saatlar var. Baxın, eyni kəmiyyət. Bir də işlər var. Saatı buradan yazıram. Saat. İşi də buradan yazıram. Saatım nədir? Birinci üçün 5 saat. Bu adam 5 saatda 15 dənə iş görüb. Digərində saatım nədir? 9 saat. Bu adam 9 saata bilmirəm. Zaten onu axtarım. X iş görür. Uşaqlar,
5 saata 15 iş görən bir adam. Əvvəlcə təyin eləməliyik ki, bu düz asılıdır yoxsa tərs asılıdır. 5 saata 15 iş görən adam 9 saat işləsə daha çox iş yerinə yetirər də, düzdür? Onda biz də demişik ki, bu olur düz asılı. Düz asılılıqda da biz dedik necə olur? Çarpaz vuracağıq. Yəni 5 x-a vurulacaq, 15 isə 9-a vurulacaq. Olacaq 5x bərabərdir. 15-i də 9-a vuranda 9 dəfə 5 deməli 45 edər. 135 eləyəcək bu. Buradan da x bərabərdir. 135-i 5-ə bölərəm. Eləyəcək 27 dəfə düşər də 27. Baxın uşaqlar. 5-dən 15-ə, yəni 5 saat görüb 15 saat, 5 saatda 15 iş görüb, 9 saatda 27 iş görüb. Baxın, 5-dən 9-a da artım oldu, 15-dən 27-yə də artım oldu. Biz deyirik ki, düz asılıdır. Gəlirəm tərs mütənasibliyə. Nədir tərs mütənasiblik? Yenə uyğun cəmiyyətlər alt-alta yazılır. Yəni uşaqlar, bunu bir qayda olaraq bilin. İstir tərsi olsun, istir düz olsun. Uyğun cəmiyyətlər alt-alta yazılır. Sürət-sürətin altından yazılar, zaman-zamanın altından yazılar, iş-işin, nə bilim. Yəni bunlar hamısı uyğun olaraq bir-birinin altından yazılacaq. Yadınızda saxlayın. Tərs mütənasibdə uyğun cəmiyyətləri alt-alta eyni sırada yazırıq. Tənasüb tərs olduğuna görə isə qarşı-qarşıya vururuq. Məsəl üçün, uşaqlar, buradan yazaram zaman, buradan da yazaram sürət. Uşaqlar, zamanla sürət, baxın, düstur burada S bərabərdir V-T. Biz demişik ki, V ilə T, baxın, hasildir də, görürsünüz. Tərs mütənasiblik nə idi? Hasillər sabit qalmalıdır. Zamanla sürət uşaqlar bir-birinə vurulur deyə tərs asılıdır. Tərs asılıdır, yəni sənin sürətin çox olanda, yəni bir yolu qaça-qaça gedəndə tez çatarsan. Bax, qaçırsan, tez çatırsan. Sürətin çox olur, zamanın az gedir. Və yavaş-yavaş gedirsənsə, yəni sürətin az olur, az olanda da geç çatırsan. Biri azdır, biri çox. Yəni, onda olur tərs aslılıq. Tərs aslılıqda da uşaqlar biz dedik ki, deməli qarşı-qarşıya vururuq. Olsun ki, məsəl üçün, bura A olsun, bura B, bura olsun C, bura olsun D. Qarşı-qarşıya vurulma nədir uşaqlar? Yəni A C-yə vurulur. Qarşı-qarşıya odur ki, B də D-yə vurulur. Hər kəsən öz qarşısındakına vurulur. Bunu misal üzərində göstəreyim. Misal bizə deyər. Tarlanı, məsələn, əkin sahəsi və ya sahəni 10 günə şumlamaq üçün 8 dənə traktor lazımdır. Traktor. Deyirəm ki, 10 günə şumlamaq üçün 8 dənə eyni gücə malik traktor lazımdır. İndi davam edir. Deyir, həmin tarlanı 20 günə şumlamaq üçün neçə traktor lazım olar? Baxın, nəyim var əlimdə? Günüm. Yəni zamanım var da. Zaman. 10 gün. Bir də əlimdə traktor sayım var. Traktor. Buradan da yazıram bunu. 8 dənə traktorum var. 10 günə 8 dənə traktorum lazım idi. İndi zamanım olub 20 gün. Bilmirəm nə qədər lazımdır. Bir dənə məntiqlə indi fikirləşək ki, bu düz aslı olar, tərs aslı olar. Baxıram. Fikirləşəm ki, 10 günüm var mənim. 10 gün vaxtım var və əlimdə 8 dənə traktorum var. Mənim işim görülür. İndi zamanımı artırıram. Eləyirəm 20 gün. Uşaqlar, zamanımı 20 gün edirəmsə, zamanım artıbdırsa, mənim onda traktor sayım azalmalıdır. Çünki 10 günə 8 dənə ilə mən işi bitirirəmsə, gör mən nə qədər zaman verir. Benim deyiblər 20 günə. Onda traktorum sayı azalacaq. Və tərs mütənasiblikdə də biz deyirik ki, qabaq qabağa vuracağıq. Yəni 10 8-ə vurulacaq, 20 də x-a vurulacaq. Olacaq 80 bərabərdir 20x, hər tərəfi də 20-yə bölsək, x olacaq 4. X-i tapdıq 4. Baxın, 10-dan 20-yə gedib artım baş verib, 8-dən 4-ə gəlib, burada artım olub, burada azalma olub. Azalma olub, birində artım olub, tərs aslı. Ümumiyyətlə, uşaqlar, zamandır da, zamanla traktorda işçidir də, işçi qüvvəmdir mənim. Zamanla işçi nə olur? Tərs aslı olur. Yaxşı, bu da tərs mütənasiblikdən. Buna aid en sayda məsələlər, misallar var. Mən ümumi qayda olaraq uşaqlar izah elədim. İndi davamında da ki, yəni test tapşırıqlarım və s. işləyəndə də, yəni fərqli məsələlər çıxanda da orada izah edəcəm. Davam edirəm uşaqlar faizlə. Faiz.
Faiz ədədin %1 hissəsinə 1 faiz deyilir. Ədədin %1 hissəsinə 1 faiz deyilir. Bu faizin uşaqlar işarəsidir. Faizin işarəsidir. Bu nə deməkdir? Baxın, mən bir dənə %1 kəsri yazıram. %1 adi kəsirdir. Bunu onluq formada yazanda yazıram 0,1. Mən bu onluq kəsiri götürüb faizə çevirmək istəsəm, onu 100-ə vuraram, olacaq 1 faiz. 1 faiz. Baxın, mən qaydada nə demişdim? Ədədin %1 hissəsi 1 faiz edir. Faizi ədədə çevirərkən verilən faiz 100 faizə bölünür. Verilən faiz 100 faizə bölünür. Məsələn, deyirəm ki, 15,7 faizi ədədə çevir. Neyəcəyim? Verilən faizi 100 faizə böləcəyəm. Olacaq 100-ə böləndə 0,157 ədədi alınır. Ədədi. Baxın, ədədi alınır. Daha sonra deyirəm ki, ədədi faizə çevir. Ədədi faizə çevirərkən uşaqlar, verilən ədəd isə 100 faizə vurulacaq. Məsələn, deyirəm ki, 23,49 ədədini faizə çevirək. Ədədi faizə çevirərkən onu 100 faizə vuracağıq. Olacaq 2349 faiz. Daha sonra davam edirəm. Ədədin faizini taparkən uşaqlar, ədədi faiz göstərən ədədə vurub 100 faizə bölmək lazımdır. Məsələn, A ədədinin P faizini taparkən, P faizini deyir tapaq. Nə olur? A ədədini P faizə vurub 100-ə böləcəyik. Misal üzərində desəm, deyərəm ki, 60 ədədinin məsəl üçün 20 faizini tapaq. Olacaq 60 vurulsun 20 bölünsün 100. Sıfırlar gələcək, qalacaq 12. Deməli 60 ədədinin 20 faiz uşaqlar 12-yə bərabərdir. Və ya sualı bizə bu formada verər ədədin faizinin tapılmasına aid. Deyər ki, A ədədinin, başqa bir sualdır, buradan yazıram misal. A ədədinin, məsələn, olsun ki 25 faizi B ədədinin məsələn 35 faizinə bərabərdir. Bərabərdirsə, deyərəm ki, B bölünsün, məsəl üçün 2A-nı tap. 2A-nı tap. Uşaqlar, biz ədədin faizini tapanda nə etdik? A ədədini vurduq 25-ə, böldük 100-ə. Deyir, digər də B ədədini 35-ə vurub 100-ə bölürəm. Deyir ki, bu bərabərdir də. A ədədinin 25 faizi B ədədinin 35 faizi də bərabərdir. Bərabəri qoyuram ortalığa, yəni ortaya və çarpaz formada vururam. A vurulsun 25 vurulsun 100 bərabərdir. B vurulsun 35 vurulsun 100. Hər tərəfi, deməli, birinci bir dənə 100-ə bölüm 25A olacaq 35B. Sonra da 5-ə də bölərəm 5A bərabərdir 7B-yə. 5A bərabərdir 7B-yə. Uşaqlar, onda 5A 7B-yə bərabərdirsə, mən A-ya 7K desəm, B-yə də 5K deyərəm də, burada olacaq 7, 5-ə vuranda 35K, orada olacaq 7, 5-ə vuranda 35K bərabərliyi ödənir. Mənim məqsədim nədir? B bölünsün 2A-nı tapmaq. A-ya dedim 7K, B-yə də dedim 5K. 5K. Gətirib yerinə qoysam. B-nin yerinə qoyuram 5K, A-nın da yerinə qoyuram 2 vurulsun, A-nın hərfini də yerinə qoyuram 7K. Uşaqlar, buradan K-lar bir-birinin ixtisar aparır, qalacaq 2-ni 7-yə vuranda məxrəcdə 14, sürətdə də 5. Deməli, 14-də 5 imiş. 2A-da B, 14-də 5-ə bərabər imiş. Yəqin ki, aydın oldu. Sonra başqa bir nümunə desəm, 2 müsbət ədəd düşünək. Deyirəm ki, bu yəni qarşınıza çıxa biləcək suallardandır. Onun üçün bunlardan nümunə olaraq işlədirəm ki, sizə toplunu işləyəndə rahat gəlsin. 2 müsbət ədədin
ədədin deyirəm. 2 müsbət ədəddən birinin 15%-i digərinin deyirəm ki 45%-nə bərabərdir. Buradan da misal yazım ki, bu da fərqli sualdır, yəni misal. 45%-nə bərabərdir. Bu ədədlərin, deyirəm, bu ədədlərin cəmi olsun 256 olarsa həmin ədədləri tapaq. Qaydamız nə idi? Ədədin faizini tapmaq. Deyirəm ki, ədədimin biri olsun A, ikincisi də olsun B. Deyirəm A ədədimin 15%-i bərabərdir B ədədimin 45%-na. Buradan hər tərəf bu yüzlər ixtisar gedir uşaqlar. Qalacaq 15A bərabərdir 45B-yə. Hər tərəfi də elə 15-ə bölərəm. A bərabərdir 3B-yə. Bir yandan da deyir ki, mənə son cümlədə bu ədədlərin cəmi 256-dırsa, həmin ədədləri deyir tap. Cəm də 256-dır. Mən nə tapdım? A bərabərdir 3B. Gətirirəm bu A-nın yerinə qoyuram 3B-ni. Üzərinə B gəlirəm, olur 256. Buradan 4B 256-dır. Hər tərəfi də 4-ə bölsəm, olacaq 61. Deməli 61 eləyər 64. 64 eləyər 25-də 4, 6 dəfə, 16-da 4 dəfə, 64. Mənim B ədədim 64-dür, yəni ikinci ədədim 64-dür. A ədədim də nə idi? 3B4 idi və ya cəmi 256 idi da. Yəni götürəcəksiniz 256-dan 64 çıxasınız və ya 3 vurulsun 64, yenə eyni cavab eləyəcək. Buradan 3 dəfə 4 12, 3 dəfə 6 18, o da 1 19. Deməli bir ədədim 192, digər ədədim isə 64 imiş. Faizinə görə ədədi tapmaq nədir? Faizinə görə ədədi tapmaq. Faizə görə ədəd, məsələn, P faizi A olan ədəd necə tapılır? Ədədi tapaq. Uşaqlar, P faizi A olan ədədi tapmaq üçün yadınızda saxlayın. A-nı 100-ə vurursunuz, yəni verilən ədədi 100%-ə vurursunuz, bölürsünüz P faizə. Misal üzərində desəm, misal. Deyərəm ki, 60% 20 olan ədədi tapaq. 60% 20 olan ədədi tapaq. Nətər tapıram? 20 vurulsun ədədi vururam 100-ə, bölürəm 60-a. Buradan da ixtisarlarım gedəcək, cavab eləyər. Deməli 2-yə də ixtisar gedər, 3-də 100 eləyər. O da nə eləyər? 33 tam 3-də 1. Deməli 60% 20 olan ədəd söhbət 33 tam 3-də 1 ədədindən gedirmiş. Davam. Gəlirəm 2 ədədin faiz nisbəti. Uşaqlar, 2 ədədin faiz nisbəti nədir? Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb alınan nəticəni 100%-ə vururduq. Buna birinci faizdən qabaq hissə ilə deyirdik ki, biz məsəl üçün deyirdimi 7 saat sutkanın hansı hissəsidir? Surətə 7 qoyurduq, məxrəcə 24. Sutka 24 saat idi, 24-də 7. Bu hissəni 100%-ə də vuranda olacaq 2 ədədin faiz nisbəti. Deməli, buna aid bir dənə nümunə göstərim. Məsəl üçün deyirəm ki, 40 ədədi 60-ın neçə faizidir? 60-ın neçə faizidir? Necə tapırdıq? 40-ı bölürdüm 60-a, vururdum 100-ə. Buradan da 20-yə ixtisar gedir də bunlar. Nə qalar? 3-də 2 vurulsun 100, 3-də 200. O da kəsirlə, yəni istəsəz qarışıq ədədə çevirə bilərsiniz. Belə, bura qədər izah elədik. 2 ədədin faiz nisbətindən də danışdım. Faizə aid uşaqlar, bəzi düsturlar var. Mən əslində düsturlardan daha çox ümumi qaydanla, yəni etməyinizi məsləhət görərəm. Çalışın belə məntiqlə oturun, qayda ilə, ədəd qoymaqla eləyin, amma yenə də düsturların bəzilərindən ümumi olaraq deyəcəm. Deyir ki, məsəl üçün, belə bir düsturla davam eləyək. Deyir ki, x ədədi P faiz artarsa və ya azalarsa, onda alınan yeni ədəd x plus, indi göstərim ki, məsəl üçün deyirəm ki, x ədədi, qayda yazım ki, tam görəsiniz. X ədədi P faiz artırsa, oxla göstərim, bilində artmaq deməkdir və ya azalırsa,
onda alınan yeni ədəd artanda x plus x vurulsun p faiz bölünsün 100 olacaq. Azalanda da minus olacaq. X vurulsun p faiz bölünsün 100. Nə deməkdir bu? Məsələn, deyirəm ki, 30 ədədini 20 faiz artırın. 30 ədədini 20 faiz artırmaq, x-in yerinə gətirib, yəni 30 qoyursunuz, plus x-in yerinə biz dedik ki, 30 qoyuruq, p faizin yerinə 20 faiz, məxrəcdə də 100. Buradan da bunlar ixtisar gedəcək, 30 plus 3-də 6 olur, 36. Bu belə. Biz bunu necə eləyirdik bəs? Bu düsturudur. Düstur ola bilər ki, o anda beynimizdən çıxa bilər. Nə edirsiniz? Deyir ki, 30 ədədini 20 faiz artırın. Kənarda taparam. 30'un 20 faiz nədir? 30 vuraq 20 bölək 100. Elir 6. Yəni deyir ki, 30 ədədini 6 vahid artırın. Olur 36. Baxın, elə bizim bu yazdığımız da həmin o düsturdur da. Ədədin üzərinə gəldi, onun 20 faizin. Yəni eyni şeydir. Eyni qaydadır. Çıxma olsaydı, məsələn, deyərdi 30 ədədini 20 faiz azaldın. Bu səfər 30'un 20 faizini tapacaqdınız. Aldığınız cavabı, 30'dan aldığınız cavabı çıxacaqdınız. Belə. Daha sonra davam eləyək. Deyir ki, ədədi k dəfə artması, ədədin k dəfə artması. Onun, buradan yazıram k dəfə, səhv salmayın, k dəfə artması, onun k minus 1 vurulsun 100 faiz artması deməkdir. Nə deməkdir bu? Məsələn, deyəcək ki, ədəd 5 dəfə artıb. Digər ədəd neçə faiz artdı? Neçə faiz artıb? Düstur bizə nə deyir? 5 minus 1, yəni 5 dəfənin k-nı yerinə 5 qoyacaq, vuracaq 100 faizə. Bu düsturla yoldur. Olacaq 400 faiz. 5-dən 1 çıxırsan 4, vursan 100'e olur 400 faiz. İndi misalla nədir? Eyni misalı yazıram. Deyir, ədədi 5 dəfə artırıb, ədəd 5 dəfə artıb, neçə faiz artar? Necə yazıram? Ədədim olsun 100. Hesabı rahat olsun deyə 100 götürün həmişə sizdə. Və ilkin götürdüyüm bir şey 100 faiz olur. İndi deyirəm ki, bu ədəddir. Burada faizi göstərir. İndi deyirəm ki, ədədi 5 dəfə artırıram. 100'ü 5 dəfə artıranda olur nə? 500. Neçə faiz artar? Hələ birinci görün bu 500 olanda neçə faiz olub. Hələ birinci baxıram mən neçə faiz olub. Çarpaz vuranda görəcəksiniz x oldu 500 faiz. Bayaq 100 faiz ədəd. İndi oldu 500 faiz. Nə qədər artıb? Neçə faiz artıb? 500 faizdən çıxaram 100 faizi. Olar 400 faiz. İndi baxanda sizə düstur birinci asan görünə bilər uşaqlar. Amma bu düsturların hamısını yadda saxlamaq da olmur. Nə qədər düstur olur. Ona görə çalışın qaydası ilə gedin. 400 faiz deməli artır. Sonra ədədin k dəfə azalması. K dəfə azaldığında uşaqlar, ədəd k dəfə azalırsa, k minus 1, məxrəcdə də k vuraq 100 faiz deməli azalması deməkdir. Məsələn, deyərəm ki, ədəd 25 dəfə azalıb. Ədəd neçə faiz azalar? Düstur məndən nə istəyir? 25 çıxaq 1, məxrəcdə də 25 vuraq 100 faiz. Olacaq surətdə 24, 100 ilə də 25 ixtisar gedir elə. Qalır 4, olacaq 96. Yes, 96 faiz azalıb. Qaydası nədir? Ədədi qəbul elədim 100, oldu 100 faiz. Ədədi 25 dəfə azaldıramsa bu olur 4. 100'ü 25'e bölüm 4. X faiz. Bu x'i çarpaz 4'ü 100 faizə vurub 100'e böləndə görəcəksiniz olacaq. Deməli 4'ü 100'e vurub 100'e böləndə olur 4. 4 faiz. Baxın 100 faiz idi, indi oldu 4 faiz. Uşaqlar neçə faiz azalıb? 100 faizdən çıxacaq 4 faizi. Olacaq 96 faiz. Deməli ədəd 96 faiz azalıb. Daha sonra deməli ədəd indi bayaqdan nə deyirdim? K dəfə artıb, K dəfə azalıb. İndi deyirəm ki, ədəd K faiz artıb. Bayaq dəfə idi, indi deyirəm ki, K faiz artıb. İndi deyərəm ki, ədəd neçə dəfə artar? Neçə dəfə artanda ədəd neçə dəfə artıb deyirsə, düstur olacaq bu.
100 plus k faiz məxrəcdə də olur 100. Düsturu budur. Yəni, məsəl üçün, sual üzərində desəm, deyirəm ədəd olsun, məsəl üçün, 30% artdı. Artıb. Ədəd neçə dəfə artar? Qayda nədir? 100 düstura görə 100 plus 30 bölünsün 100. 130 da 100-ə böləndə olur 1,3 dəfə artıb. Yolu nədir? Yolu ilə deyək, əsl yolu ilə. Ədədi qəbul edirəm 100. Faizlə də ilkin götürdüyümüz hər bir şey 100%dir. İndi deyir ki, ədəd 30% artıb. Uşaqlar 100% deyində 30% artıb olub nə? 130%. Düzdür? Ədəd olub x. X-i tapsam nə olacaq? 130'u vurdum 100'ə, böldüm 100'ə. Oldu x bərabərdir 130'a. X tapdım 130. Düzdür? Ədədin bayaq 100 idi. İndi oldu 130. Neçə dəfə artdı? Bir ədəd digərindən neçə dəfə, yəni çoxdur. Neçə dəfə artdı? 130'u bölərəm 100'ə. Yəni tapdığım ədədi verilən ədədə bölərəm. Olacaq 1,3. Elə biz bayaq da 1,3 dəfə tapmışdıq. Eyni qaydada da ədədi k faiz azalması isə uşaqlar, k faiz azalırsa düstur olacaq 100 bölünsün 100 minus k faiz. Məxrəcdə bu. Deyər ki, ədəd 20% azalıb, 20% azalıb, neçə dəfə azalar? Neçə dəfə azalar? Neyniyəcəm? 100 bölünsün 100 minus 20 olacaq 100 bölünsün 80. Bu da 8'də 10 eləyər də. İndi siz özünüz də istəsəz, deməli, onluq kəsrəyə qarışıq ədədə çevirək də 1,8'də 2. Olacaq 1,20'də 8 2 dəfə, 5 1,25 dəfə azalıb. Qayda ilə getsək əsl yolu ilə, yəni necə deyim, bunu hər yerdə tətbiq eləyəsiz də, bu qaydanı öyrənsiniz hər yerdə. Düstur yadınızdan çıxa bilər, amma bu yox. Ədədi qəbul elədim 100. Faizlə də oldu nə? 100%. Deyirəm ki, ədədi 20% azaltdım. 100% idi, 20% azaltdım, oldu 80%. İndi ədədi 20% azaltdım, oldu 80%. Onda ədədim nə olar? 100 vuraq 80 bölə 100, olacaq 80. Uşaqlar, ədədim bayaq 100 idi, indi 80. Neçə dəfə azalıb? 100'ü bölərəm 80'da, cavab eləyəcək yeni 1,25. Baxın, bu da düstursuz yoludur. Və bir neçəsi qaldı artıq. Birinci ədəd belə bir sual verər ki, yəni bunda düstur var. Birinci ədəd ikinci ədədin p faizidirsə deyir, ikinci ədəd birinci ədədin 10.000 bölə p faizidir. Nə deməkdir bu? Məsələn, deyər ki, birinci ədəd, düsturu buradan yazıram, 10.000 bölünsün p faiz. Düsturu buradan yazıram uşaqlar. Birinci yazdım, yəni birinci ədəd, ikinci ədədin, birinci ədəd, ikincinin 40%'dir. 40%'dir. Onda deyir ki, əgər belə olarsa, ikinci ədəd birincinin neçə faiz olar? Neçə faizi olar? Qayda nədir? 10.000 bölünsün 40%. Olacaq 250. Gəlin bunu opsiyonla da eləyək. Birinci ədəd ikinci ədədin 40%'dirsə, mən ikinci ədədi qəbul edirəm 100. 100'dür, bu da 100% olur da. İndi deyirəm ki, birinci bunun 40%'dir. 100'ün 40% nədir uşaqlar? 100 vuraq 40 bölə 100, yəni birinci ədədim olacaq mənim 40. Düzdür? Deyir, bu neçə faizdə olacaq? Deməli, birinci ədəd 40'dır. Deməli, birinci ədəd ikinci ədədin 40%'dirsə, birinci ədədim onda 40 oldu, ikinci ədədimdə 100 qəbul eləmişdim. Məndən soruşur ki, ikinci ədəd, deməli, birinci ədədin neçə faizidir? Aysa, indi mən bunları bir dənə silirəm, bura qoyuram ikinci ədədi 100, birinci ədədi 40 qəbul eləmişdim. İki ədədin faiz nisbəti. Demir, ikinci ədəd birincinin neçə faizidir? İkinci ədədim 100'dür, birinci ədədim 40'dır, vurursuz 100'ə.
2-1-in neçə faizidir deyir. 2 ədədin faiz nisbət bayaq keçmişdi ki, 10.000 bölünsün 40. Yəni bu düsturda buradan çıxmışdı. Olur 250 faizi. Belə. Sonra bir dənəsi də var. Ədəd P faiz artıb. Məsəl üçün bir ədəd müəyyən faiz artıb. Sonra deyir ki, başqa bir faizdə azalırsa. Onda deyir necə? Yəni bu tip suallar necə elə? Tutam deyirəm ki, malın qiyməti əvvəlcə 20% artıb. Sonra yeni qiymət 10% azalıb. 10% azalıb, malın əvvəlki qiymətini tapın. Uşaqlar, düstur mənə belə deyir. Malın qiymətini deyir 100 qəbul elə. Bunun üstünə bir dəfə 20% gəl, böl 100-ə. Belə yəni. Bir dəfə də həmin o 100-dən çıxırsınız 10%. Azalmada çıxırsınız. Düstur belə deyir məndən. Mən indi bunu, yəni bunu toplayıb sonra bu 120 eləyir, çıxanda 90, 120 90-a vurub 100-ə böləsiniz. Bir dənə də gəlin buna əsl yolu ilə gedək. Malın qiyməti olsun 100 manat. 100 manat. Bu olur 100%. Malın qiyməti uşaqlar 100 manatdır. 20% artırıram. Olur neçə? Yeni qiymətim 120 manat. 20% artırdım da 120'ye vurdum, böldüm 100'ə, oldu 120 manat. İndi deyir bu yeni qiymət 10% azalıb. 120 manatdır. 10% azalıbsa nə olub? 90. Düzdür? Olur 120 vurulsun 90 bölünsün 100. Bunlar da ixtisar gedir. 9 dəfə ki 18 108. Malın qiyməti bayaq 100 manat idi. İndi 108 manatdır. Nə qədər artım baş verib? 8 manat artım baş verir. Sonra eyni vaxtda azalma olarsa, məsəl üçün malın əvvəlcə qiyməti 20% azaldı, sonra qalan deməli yeni qiymət təzədən 10% azaldı. Onda düstur belə olacaq. 100 çıxılsın 20%, məsəl üçün təzədən bir də yeni qiymət azalıb. 100 çıxılsın, tutalım 10% də belə azalıb. Baxın, burada da məxrəcdə də 100. Yəni belə hesablaya bilərsiniz. Da bunu ənənəvi yolla da həllin, özünüz sərbəst yazarsınız. Malın qiyməti 100 manat qəbul edin, bir dəfə 20% ucuzlaşdı, sonra aldığınız qiyməti bir də 10% ucuzlaşdırın, görün cavabı necə alarsınız. Son olaraq isə malın qiyməti K% artarsa, əvvəlki qiymətə qayıtmaq üçün 100 vurulsun K bölünsün 100 plus K düsturuna istifadə olunur. Deyir ki, malın qiyməti 40% artıb. Malın qiyməti 40% artıb. Alınan qiymət, yeni bir qiymət alınıb da buradan. Alınan qiymət deyir neçə faiz azaltmaq lazımdır ki, malın ilkin qiyməti alınsın. Yəni təzədən neçəyə satırdıqsa o qiymətə qayıtsın, ilkin qiymətinə qayıtsın. Düsturumuz budur. 100 vurulsun, deməli burada faizdə. 100 vurulsun 40% bölünsün 100 plus 40%. Ənənəvi yolla bunu gedək. Deyirəm ki, malın qiyməti məsəl üçün 40% artıb. Malın qiyməti 40% artıb. Həmin məsələdən danışıram. Deyirəm neçə faiz? Deməli, alınan qiymət neçə faiz azalmalıdır ki, malın ilkin qiyməti alınsın. Malın qiyməti 100 manatdır. 40% artıb olub 140 manat. Artıq mənim təzə qiymətim 140 manatdır. Bu 140 manat mənim indiki hal üçün qiymətimdir və mənim üçün o artıq 100%-dir. Əvvəlki qiymətim nə idi? 100 manat. Olmalıdır x. Buradan x-i tapsam nə edərəm? 100%-i vuraram 100%-ə, bölərəm 140-a. Düzdür? Buradan müəyyən bir ədəd alınacaq. Hansı ədəd alınır ki, ixtisar gedər. 7-yə də, deməli 2-yə də ixtisar getsə qalacaq. 7-də 500. Baxın, belə bir ədəd alındı. Düzdür? 500 eləmir, hə? 7-də 500. Deməli, uşaqlar, bu 140 manat idi, 100%'dir. 100 manat olması üçün x faiz. Deməli, 7-də 500 nə eləyər? 7 dəfə 71 tam 7-də 3. Uşaqlar, deməli, 71 tam 7-də 3.
Düzdür? Bayaq 100% idi. İndi 71,73%-dir. Nə qədər azalmalıdır? Bayaq 100% idi. İndi 71,73%-dir. Çıxanda olar 28,7%. Deməli, bu qədər azalmalı imiş. Belə, əziz şagirdlər, bugünlük bu qədər yetərlidir. Məhlul və sadə mürəkkəb faizi artımında deməli videonun davamında gələcək. Yəni siz bura qədər izləyin. Bugünlük məndən bu qədər. Sizə xoş seyirlər. Özünüzə yaxşı baxın. Növbəti izahlarda görüşərik. Hələlik.